Salam, gözəl yurdumun gözəl insanları. Necəsiniz? Bugün sizə Günayın mətbəxindən qucaq dolusu salamlar göndərirəm. Hər şey üçün, takipləriniz üçün, yorumlarınız üçün sizə çox təşəkkür edirəm. Bu şəkildə məncə getməyimiz yaxşıdır. Bugün mən sizin üçün çox dadlı, ləzzətli somon yeməyi eləyəcəm. Somon balığı. Yəni bizdə burada alabalıq da deyirlər. Somon ayrıdır, alabalıq ayrıdır. Amma ikisi də ola bilər. Çox dadlı yeməkdir. Qonaq qabağına, süfrəyə çıxardılası yeməkdir. Həm də çox pratik yeməkdir. Tez bir şəkildə olur. Çünki bunu mən eləyib xaladenikə atacağım. Bir 10-15 dəqiqə bu sosunla bir yerdə özünə gəlsin. Ondan sonra onun qarnitürlərini hazırlayacağım. Keçək hazırlanmasına, sosumuzun hazırlanmasına. Sos üçün bizə biraz cəfəri, 4-5 yemək qaşığı zeytun yağı, yarım limonun suyu, haradasa 1 çay qaşığı xardal, 2 diş sarımsağımız var, rəndələyəcəyik. Rəndələdik. İndi biraz bu zövqə görə bilirsiniz baharatlar. Biraz qara stiyot koydum. Biraz kırmızı ince biber koydum. Kırmızı biraz pul biber koyuram. Tökürəm. Bir de tuzumuz. Hazırladığımız bu gördüğünüz sosu, bu balıklarımızı bu sosla soslayacağıq. Baxın bu şekilde mən bütün somonlarımızı bu hazırladığım sosla sosladım. Mən bunu koyacağım xaladenikdə, soyuducuda. Bir 10-15 dəqiqə sosu içine geçsin. Ona kadar garnitürlərimizi həll edib. Garnitürləri də nə koyacağım, onların hamısını sizə göstereceğim. Gördüğünüz gibi mən balıqlarımızı sosladım. Burada bir 10-15 dəqiqə sosunu canına çəkdim. İndi burada mən bunun yanına eləyəcəyim garnitürü hazırlayıram. Yine bura bizə biraz zeytun yağı. Garnitürleri soslayacağım için bunları karıştıraq. Biraz pul biber. Biraz ince pul biber. Biraz istiyot. Tuz. Limon suyu. Kim turşuluğunun az olmağını istəyərsə limon suyunu daha az qoya bilər. Bir de 2 diş sarımsaq rəndələyirəm. Ürünlərimizi de burada görürsünüz. Hər halda herkes ne isterse onu qoya eləyə bilər. Mən brokoli elədim. Əvvəl bir sosumu bir gözəl qarışdırıb. Ondan sonra garnitürləri içine qoyub. İçine tökəcəm. Brokoli, biraz göbələk, təzə kartof, kök, bir de kırmızı soğan. Gördüğünüz gibi ben bunların hamısını belə balaca şəkildə, daha doğrusu böyük doğramışam. Bunların hamısını birbirine karıştırıram. Garnitürləri de karıştırdım ben. Bakın sosladım. Çok güzel oldu sosu da. İndi balığımızı sinimizə yığaq. Balığımızı sinimizə yığdıq. Garnitürlərimizi de bu şekilde yanına tökək. Qoyaq fırında pişməyə. Bu pişene kadar bir de balığın üstünün sosu var. Çok güzel bir sostur. Onu hazırlayacağım ben. Balık pişenden sonra üzerine koyacak, servis eləyəcək. Üzerine töküp servis eləyəcək. Bu pişene kadar ben o sosu hazırlayıp hazırlanmasını da size göstereceğim yine. Gördüğünüz gibi bu da yemeğimizin hazır versiyonu. Bakın renkler ne güzel. Her renk var içinde. Balığın üstündeki sos çok güzeldi. Ben onu göstermedim, çekmedim. Eğer isteseniz o sosu ben altına yazaram. Hazırlanması çok asandır, çok da dadlıdır. Pişirenlere, yiyenlere nuş olsun. Sağ olun, görüşərik.